İşdən 12-də çıxıram, 5 manat taksiyə verirəm, evə getməyə heç bir şey tapa bilmirəm. Səncə neynəmək? Səndə problem yoxdur, problem sistemdədir. Gecə nəqliyyatı olmadığı üçün sən əziyyət çəkməli olursan, taksiyə 5 manat verməli olursan. Həmçinin marşrutlar gecə saat maksimum 12, minimum 9-a qədər işləyir. Həmçinin sənin xəbərin var, Berlin, Paris, İstanbul kimi şəhərlərin müəyyən yerlərində gecə marşrutları işləyir və bunların saatları da 01-dən 05-ə qədərdir. Yaxşı, bizdə niyə belə bir şey yoxdur? Səncə axıllarına gəlməyib belə bir şey? Əslində niyə də olmasın? Axıllarında olmasa belə, insanlar müəyyən qaydada rəsmi səhifədən müraciət edə bilərlər. Gecə tibb işçiləri, ondan sonra əyləncə mərkəzlərindən qayıdan insanların və gecə işindən çıxan insanların avtobus xəttinin optimum vəziyyətdə yaradaraq onları istifadə etməyə yönəldirə bilər və bu hətta qəzaların belə qabağını ala bilər. Sən də gecə nəqliyyatı olmadığı üçün əziyyət çəkirsənsə, şərhdə bildir və təkliflərin nələrdir? Gözləyir.